Salam, hər vaxtınız xeyir. Salam. Bugün gəlin birlikdə maraqlı bir məsələyə nəzər salaq. Əlimizdə Banks.az platformasından gələn məlumatlar var. Aha, Konkret olaraq 2025-ci ilin ilk 5 ayında, yəni yanvar-may aylarında Azərbaycanda hansı istehlak kreditləri daha çox diqqət çəkib müqayisə edilib? çox maraqlı mövzudur. Görək istifadəçilər nəyə üstünlük verib? Bəli, məqsədimiz də odur ki, anlayaq hansı banklar niyə populyardır. Görək bu rəqəmlər bizə nə deyir? Başlayaq. Başlayaq. Deməli, Banks.azdakı müqayisələrə baxanda çox aydın bir liderlik görürük. Elədir. Kimdir lider? Bütün müqayisələrin təsəvvür edin, təxminən 38%-i tək bir banka aiddir, Kapital Banka. Vay, 38%. Bu doğrudan da çox ciddi rəqəmdir. Demək olar ki, bazarın 1/3-dən çoxu. Bəli, hər üç müqayisədən biri məhz onlarla bağlı olub. Bu böyük paydır. Həqiqətən də böyükdür. Bəs bunun arxasında nə dayanır? Mənbədə yəqin ki, səbəblər göstərilir. Əlbəttə. Baxın, məncə Kapital Bankın bu qədər öndə olmasının bir neçə əsas səbəbi var. Birincisi, onların çox geniş məhsul seçimi var. Yəni, müxtəlif ehtiyaclara uyğun kreditlər təklif edirlər. Aha, çeşidlilik vacibdir. İkincisi də, heç şübhəsiz güclü brend tanınmasıdır. Kapital Bank adı çoxlarına tanışdır, etibar edirlər. Bu iki faktor birləşəndə belə bir nəticə alınır. Anladım. Brend gücü və geniş seçim. Məntiqlidir. Amma təbii ki, təkcə Kapital Bank deyil. İkinci yerdə kimdir? İkinci yerdə də kifayət qədər güclü nəticə var. Bəli, Unibank gəlir. Onların payı da 27% təşkil edir. Bu da az deyil. Hər 4 müqayisədən biri deməkdir təxminən. Düzdür. 27% də çox yaxşı göstəricidir. Unibankın vəziyyətində isə belə deyək, başqa üstünlüklər önə çıxır. Məsələn, Onlar nə ilə cəlb edir istifadəçiləri? Mənbəyə görə Unibank daha çox rahat şərtləri və xüsusilə də etibarlı rəqəmsal xidmətləri ilə seçilir. Rəqəmsallıq bu dövrdə çox aktualdır. Tamamilə. Müasir müştəri üçün prosesin asanlığı, onlayn platformanın rahatlığı, güvənli olması bunlar çox önəmlidir. Artıq çoxları banka getmək istəmir, işini onlayn həll etmək istəyir. Unibank da görünür bu sahədə yaxşı işləyir. Deməli, rahatlıq və rəqəmsal etibar başa düşüləndir. Gələk üçüncü yerə. Buyurun. Üçüncü pillədə Bank VTB Azərbaycan qərarlaşıb. Onlar da müqayisələrin 19%-ni əldə ediblər. İlk ikidən bir qədər geri qalsa da yenə də ciddi bir paydır. Bəli, 19% də diqqətə layiqdir. VTB-nin vəziyyətində isə deyərdim ki, biraz fərqli amillər rol oynayır. Onların güclü tərəfi nədir bəs? Onlar üçün əsas cəlbedici məqamlar mənbəyə əsasən kreditin tez təsdiqlənməsi və nisbətən çevik faizlərdir. Yəni sürət və şərtlərin uyğunlaşdırılması. Göstərir ki, müəyyən bir istifadəçi kütləsi var ki, onlar üçün qərarın sürətlə verilməsi, bəlkə də biraz daha fərdi yanaşma daha önəmlidir. Deməli, bazar təkcə brend və ya rəqəmsal rahatlıq üzərində qurulmayıb, sürət faktoru da öz yerini tutur. Çox maraqlıdır. Baxın, deməli 3 bank 3 fərqli yanaşma. Kapital Bank geniş seçim və tanınmış ad, Unibank rahatlıq və müasir rəqəmsal xidmət, VTB isə sürət və çeviklik. Tamamilə fərqli, güclü tərəflər. Və ən maraqlısı odur ki, bu 3 bank birlikdə müqayisələrin düz 84%-ni əhatə edir. 38, 27, 19. Bəli, 84%. Bu həqiqətən də bazarda böyük bir konsentrasiyadır. Yəni, istehlak kreditləri ilə maraqlananların böyük əksəriyyəti məhz bu 3 bank arasında seçim edir və ya onları müqayisə edir. Qalan 16% isə digər çoxsaylı banklar arasında bölüşdürülüb. Bu həmin 3 bankın nə qədər dominant olduğunu göstərir. Tamamilə doğrudur. Və bu 84% göstəricisi xüsusən də bank sektorunda çalışanlar, bazar analitikləri üçün çox vacib bir informasiyadır. Nə kimi məlumat verir onlara? Birincisi, bu, bazar mövqeyini qiymətləndirmək üçün bir göstəricidir. İkincisi isə müştərilərin nəyə dəyər verdiyini anlamağa kömək edir. Hansı strategiyalar işləyir, hansılar daha az effektivdir, yəni rəqabət mühitini analiz etmək üçün çox dəyərli məlumatdır. Aydın oldu. Beləliklə yekunlaşdırsaq, 2025-in ilk aylarında Banks.az istifadəçiləri üçün istehlak kreditləri bazarında əsas oyunçular Kapital Bank, Unibank və Bank VTB Azərbaycan olub. Hər birinin də özünə məxsus cəlbedici tərəfi var. Bəs bütün bunlar dinləyicimiz üçün nə deməkdir? Bu, əslində çox yaxşı sualdır və üzərində düşünməyə dəyər. Biz gördük ki, fərqli insanlar fərqli şeylərə üstünlük verir.
Kimin üçünsə bankın adı, təkliflərinin çoxluğu vacibdir. Kimin üçünsə rahatlıq, onlayn imkanlar önəmlidir. Kimin üçünsə də sürət əsasdır. Bəli, prioritetlər fərqlidir. Məhz. Və bu fərqli prioritetlər bazarın gələcəkdə necə dəyişə biləcəyi barədə bizə müəyyən ipucları verir. Amma daha da önəmlisi, bəlkə də hər bir dinləyicinin özü üçün düşünməsidir. Əgər siz kredit seçimi qarşısında qalsanız, sizin üçün hansı amil daha önəmli olardı? Brendin gücü, şərtlərin rahatlığı və rəqəmsallıq, yoxsa təsdiqlənmə sürəti? Maraqlı sualdır. Sizin bu suala cavabınız əslində həm sizin şəxsi prioritetlərinizi göstərir, həm də ümumilikdə bazardakı bu fərqli yanaşmaların niyə mövcud olduğunu daha yaxşı anlamağa kömək edir. Yəni sizin üçün nəyin daha vacib olmasıdır əsas məsələ.